Salam. Salam. Mənim əmrim əməl olunmalıdır. Qurtardıq. Bunlar nədir belə? Nə olacaq? Kalxozumuzun şanı, şöhrəti. Fermada bunlar üçün açdırmışam da. Hə? Yoxsa narazısan? Bəs necə? Bax bunları, necə yaratmışsan, eləcə də qaydına qal. A1-im yox, B1-im yox, C1-im yox, D1-im də dirəm qurtardı. Yaxşı, yaxşı, xoruzlanma ay Züleyxa. Yazmışam ki, bir əlifba vitamin göndərsinlər. Hər şey düzələcək. Bax, su avtomat, dən avtomat. İstəyirsən sənin üçün inqibator daşdırım, hə? Döşünə yatır. Elə yatır, elə yatır. Təki dediklərin doğru olsun. Yaxşı, amma səbir, gözləyəcəyəm ha. Arxayın ol, hər şey düzələcək. Sağ ol. Xoş gəldin. Salam Melek. Aleykümselam. Salam Melek. Aleykümselam. Buyurun. Əyləşin. Oturun. Əliş dayı, mən göstəriş vermişəm ki, sizin üçün ən yuxarı pensiya ayırsınlar. Nahaq əziyyət çəkməyin. Mən hələ pensiyaya çıxmaq fikrində deyiləm. Tapşırmışam ki, qalxozda sizin üçün qəşəng bir ev tiksinlər. Niyə ki? Bizim üçün elə burada da pis keçməyir. Darısqal deyil. Çox zilə çıxma. Qoy söhbətimiz şirin olsun. İndi zamanə dəyişib ay qədir. Gərək arvadla da məsləhətləşim. Sən də fürsət tapıb ulduzla danış. Qərəz ki, bir himcim elə. Ondan sonra görək neynərik. Quzu ətindən pişirilmiş kebab. Gör necə də qıpqırmızı qızarır. Kebab? Bu ki pomodordur. Sən elə xəyal elə girən ki... Kebab yiyirsən, kebab. Xiyal plov, orada dişə deyən başka şey yok. Budur plov, buyur plov yiyir, hə? Rəhmətli estağfirullah, çaşdım. Keçmiş arvadım da mənə həmişə bu cür plov pişirərdi. Ay Məhəmməd, mən ölüm, sən də qəmiş qoyma da. Gülümsarı verə bilir ki, böyük alimdir. Çoxları da ona inanır, hə? Gülümsara buyurur ki, 10 kilo limon, 10 kilo mandarin göndərim. Əla növ çay tapın. Bu cür yağlı pilovdan sonra yatmaq pis olmaz. Gedim bir kölgədə uzanım. Yoxun şirin olsun. Ulduz, Nə var? bilirsən, məncə kolxozda bizim institutun filialını yaratmaq vaxtı çatır. Məncə də elədir. Yığışarıq, məsləhətləşərik. Ulduz, de görüm, məni doğrudan sevirsən. Sabah sizə gəlib ata-ananla danışmaq istəyirəm. Gəl də. Ona bax. Sizə nuşicam. Can, sənə qurban olsun Möhsünün bu yazıq canı. Ulduz xanım, məktubuma cavab getirmisən. O məktuba yetər cavab verəcək. Yetər. Yıxılma, səni sevir. Ulduz? Ulduz yox, yetər səni sevir. Yetər? Yetər niyə? Məyər yetər pis qızdır? Qiyamət qızdır. Əntiqədir. Amma o cavandır axı. Sən də qoca deyilsən. Hə? Nə dedi? Nə olar? Ulduz olmasın, yetər olsun. Hə? Nə fərqi var ki? Qulaq as. Onsuz da deyirlər ki, ulduz qalxoz sədrinə ərə gedir. Bu ola bilməz.
Möhsün yaralanmışdır, hey bir bax ürəyi qandır. Doktor dedi ki, yalnız yeter o nə dərmandır.